Axşamınız xeyir olsun, əziz və dəyərli televiziya tamaşaçılarımız. Bilirəm ki, hər kəs səbirsizliklə nəğməli dünyanı gözləyir. Odur ki, görüşünüzə gəlmişik. Gəlmişik ki, pünhan könlünüzə işıq saçaq, deyək, gülək, əylənək. Hə, əzizlərimiz, hər zaman olduğu kimi bugün də bir-birindən gözəl ifalar eşidəcəyik. Amma yeri gəlmişkən, bax bu gözəl musiqini müşahidə edən dostumuz, xoş gördük. İlk dəfə də efirimizdədir. Sərxan Salamoğlu, axşamınız xeyir olsun, necəsiniz? Axşamınız xeyir olsun, çox sağ olun, Allah razı olsun. Salam denən efirdən. Salamlayıram bütün Azərbaycan xalqını, hər birini. Doğmalarını. Doğmalarımızı. Ananın adı nə idi? Sima. Sima xanımı salamlayırıq. Salam müəllimi salamlayırıq. Bəli, atam, anam salamlayıram. Buradan mənim dəyərli bir müğənni sənət yoldaşım var, Günay Babayeva. Ona salamlarımı çatdırıram. Sumqayıtda Günay yaşayıram. xanımı da salamlayırıq. Efir vasitəsilə inşallah növbəti həftə bizim qonağımızdır. İnşallah. Hər ikimiz. Hə, bir anons elədik. Gecəniz xeyirli olsun əzizlərimiz, gecəniz xeyirli olsun, uğurlu olsun, bərəkətli olsun. Əlbəttə ki, hər zaman olduğu kimi bugün də gözəl ifalar eşidəcəyik. Yəni, bir-birindən gözəl ifalarımız olacaq. Odur ki, əzizlərimiz, kanalı çevirmirsiniz. Bugünkü dəyərli qonaqlarımızı dəvət edəcəyik. Xalq mahnıları, muğamları, təsnifləri özünə məxsus tərzdə ifa edən gözəl xanəndəmiz, gözəl insan əmim oğlu Hakim Laçınlı və onun duet ortağı Aygün Laçınlı gəlir. Xoş gəlib, səfa gətiriblər. Xoş gəlmişsiniz, axşamınız xeyir olsun. Əmim uşaqları gəlib, bugün efirimiz gözəl olacaq. Necəsiz? Buyurun. Təşəkkür edirik Roman xanım, bu gözəl verilişə bizi dəvət elədiyinizə görə sizlərə təşəkkür edirik. Kanalımızın rəhbəri Ramiz müəllim başda olmaqla bütün işçi heyətinə təşəkkür edirik və bizi efiri çəkən bütün kameraman qardaşlarımızı da buradan salamlayaq və onlara təşəkkür edək və xalqımızı salamlayırıq, millətimizi salamlayırıq. Azərbaycanımızın hər bölgəsində toy olsun, bayram olsun. Biz də o toylara dəvət alaq və buradan öz elim, obam, Laçınlılarımı salamlayıram və onlara qucaq dolu salamlarımı göndərirəm. Təşəkkür edirəm. Aygün xanım, buyur. Mən də Hakim müəllimə qoşuluram. Bütün Azərbaycan xalqını Salamlayıram. salamlayıram. Olur, həyəcanlanma, ilk efirdə olur belə Valideynimi şeylər. salamlayıram. Bacı qardaşımı salamlayıram. Çox sağ olun ki, bizi dəvət etmişsiniz. Yerlim olaraq fəxr edirəm ki, sizin verilişinəyəm. İlk veriliş sizin verilişiniz Amma olur. uğurlu olacaq, bilirsiniz də. İnşallah, inşallah. Mən uğurlu xanımam, bunu el bilir, aləm bilir. Tağı müəllim demişkən, ürək bilir, damar bilir, qan bilir ki, mən uğurlu adamam. Və inanıram ki, sizin də bizim ilk verilişimizdə qədəmləri düşərli olacaq və siz də tanınan, sevilən, hörmətli ifaçılarımızdan olasınız. Fəxr edirəm ki, hər iki tərəfimdə də öz yerlimdir, Laçınlı, Laçınlılar da. Əmi qızı. Bəli, əlbəttə. Əmin qızı, Əlbəttə. Laçınlara gözəl. deşq olsun, Allah can sağlığı versin. Bütün Azərbaycanı sevirəm. Təşəkkür edirəm, gözəl xanım. Buyurun, əyləşin, birazdan sizlə söhbət edəcəyik. Amma bizim digər musiqili qonağımız var ki, inanın ki, özü efirdə olmayanda, bunu mən həqiqəti deyirəm, özü efirimizdə olmayanda, onun oxuduğu ifalardan mənə zəng vururlar, deyirlər ki, o mahnını oxusun da. Amma həmin mahnını yalnız o ifaçı oxuyur. 285 kilometrdə yol gəlib, yardımlıdan gəlib. Həmişə də vaxtında efirimizə gəlir. Çox sevdiyimiz, gözəl ifaçımız, elinə, torpağına bağlı olan Əli müəllim İzzətoğlu gəlir. Özü güllə, çiçəklə. Əzizim
dur intizarımda, ne için gelmez, ne için gelmez? Hemşire huzurumda, ne için gelmez, ne için gelmez? Gönülde ah huzarım var, ne sabrim kararım var. Gönülde ah huzarım var, ne sabrim kararım var. Demez bir gamli yarım var. Demez bir gamli yarım var. Ne için gelmez, ne için gelmez? Ne
çox sağ Axşamınız olun, xeyir var olun. olsun. Allah sizi var eləsin. Gözəl ekran qarşısında əyləşən tamaşaçıları salamlayıram. Gözəl bizim sənətkarlarımızı dəvət eləmisiniz. Hakim qardaşımız ürəkdən salamlayıram. Bizim gözəl elimizdə, obamızda həmişə sevilən bir sənətkardır. Allah var eləsin. Sənət öz sözün və səsi ilə, ifası ilə, ədəbi ilə, ərkanı ilə sözün demiş bir şəxsiyyət. Allah var eləsin. Bütün mahnılarına qulaq asmışam, həmişə də sevə-sevə izləmişəm. Təşəkkür ederim. Bölgəmizi salamlayıram. Cənub bölgəmizə həqiqətən mən çox toylara gedirəm. O cümlədən də yardımlı, lirik mənim üçün biraz Laçını bənzədirdi. Laçının həmişə iyin gedib orada alırdım. Oraları gəzəndə. Allah var eləsin. Yardımlıları, liriklərimizi salamlayaq. Aslarada çox toylarda olmuşam və Aslarada Asxarakaran kəndi var. Bizim milli qəhrəmanımız Pəncəli Teymurovun kəndinə bir yaxın kəndi. Allah rəhmət eləsin. Onların da kəndində toylarda olmuşam. Buradan da bütün Cənub bölgəsinə qucaq dolu salamlarımı Təşəkkür göndərirəm. edirəm. Mən də Qarabağ Hoş bölgəsinə, o cümlədən Laçınımıza qucaq dolusu salamlar göndərirəm. Allah, min şükür Allaha ki, bu günləri Azərbaycan bitirdi. Bəli. Şükür Allah sənə. Bir vətənimiz qarşısında baş əyirik, şəhidlərimiz qarşısında baş əyirik. Allah qazilərimizə can sağlığı versin. Biz Amin. onların simasında biz bu günləri o Deyirik, torpaqlara görürük. ayaq basırıq və öz vətənimizə, fərqi yoxdur, vətənin o tayı bu tayı yoxdur. Bəli. Hamısı bizim elimiz, obamız, torpağımızdır. Mən Qarabağ alınanda mən Rusiyada oldum. Rusiyada idim, televizora baxırdıq. İnanırsan, o prezidentimiz bizim çıxış eləyəndə hansı kəndimizi alırdılar, elə bil ürəyimizdən tikan çıxardırdılar. İnanırsan, sevincimizin həddi-huddu yoxdur. Şükür bugünümüzə. İnanırsan, bir Allahın adına olsun, bizə deyirdilər, sizin yeriniz də dəyişib. Bir Allahın adına olsun, yerişimiz də dəyişib. O qədər özümüzü qüruru hiss eləyirdik. Şükür. Allah var eləsin. Mən buyurun. bu günləri sevinirəm, gözəl sənətkarlarla bizi bu günləri dəvət eləmisiniz. Azərbaycanın hər bir bölgəsinə salam söyləyirəm. Qarabağımıza qucaq dolusu salam söyləyirəm. Biz vətənimizi, elimizi, obamızı sevən insanlarıq. Nə gözəl. Allah var Mənim eləsin xoş sizi. gəlmişsiniz. Çox sağ olun. Buyurun. Əmim uşaqlardır. Yanlarında əyləşin. Birazdan söhbət eləyəcəyik. Və mənim bir təbrikim var. Ağdaşdan, gözəl Ləşi kəndindən ziyalımız Vəfa müəllimənin bugün doğum günüdür. Onu ürəkdən təbrik edirəm. Ömürgün yoldaşı Yusif müəllimin adından, gəlinləri Ülkər və İlahənin adından, Fəridin, Mərahimin adından, Cavidin adından, öz adımdan Vəfa müəllimə sizi ürəkdən təbrik edirəm. Allah sizə can sağlığı versin. Həmişə balalarımızın başının üstündə olasınız. Efir vasitəsilə öpürəm sizi. Abuş Sırğayoğlu sənətkarımızı da salamlayıram. Çoxdadır da görmürəm onu. İnanırsınız, Əli müəllim, o qədər sizdən görüblər ki, Abuş müəllimi. Nə vaxt ki siz gəlirsiniz, anonsda görürlər. İnanın, sosial şəbəkədən, WhatsAppdan hamı yazır. Abuş müəllim də gəlir, deyirəm, görürsünüz, anonsda yoxdursa, deməli gəlmir. Niyə gəlmir, bilmirəm. Bilirsiniz, Abuş müəllimin vaxtı yoxdur. Bu dəqiqə məhrəmli idi, ona görə müğənnilərə hamısı müraciət edirlər, mahnıları yazırlar. Gündə studiyadadır. Gündə studiyadadır. Təzə mahnılar yazır. Demişəm, mənə də birin yazsın, keçəcəm oxumağa. Arada qalmaqallara düşür. Məsələn, mahnılar yazır, o müğənni oxuyur, bu müğənni oxuyur. Bir-birindən qırırlar bir-birlərini. Abuş müəllim qalır ortada, bilmir nə qarsın. Ondan gedir dağlarda qalır orada bir həftələrlə, 2 həftələrlə. Deməli, müğənnilər də əlindən qaçıb gizlənir dağlarda. Qaçıb gizlənir, valla. Evi yoxdur. İndi az qalıb toylarımız başlayacaq. Allah bizim hər birimizə İnşallah, toylu inşallah. büsatlı günlər nəsib eləsin. Əli müəllim, sizə də, Hakim müəllim, gözəl sənətkarımız. Baxıram, bu aralar biraz əhvalıma görə musiqi dinləyirəm. Elə musiqilər var ki, insanın o deyir, ruhunu tərpədir. Hakim müəllimin də səsini eşidirəm. Çox gözəl, o canlıda açıram, baxıram. Çox gözəl ifalar edir. Aygün xanım da ilk dəfədir bizim efirdədir. Mən istədim ki, mikrofonu zəhmət olmasa bizim gözəl Aygün xanım, Laçınlı, mikrofonu, o danış, onun mikrofonu. Qoy bunu belə eləyim, sizi qəşək görüm. Ay Sərxan, o nə idi? Belə gözəl-gözəl ifa eləyirsən. Qardaş, oxu. Canlı oxusunlar. Bəlkə bu gözəl müşahidə etsin, bir dənə canlı bir muğam oxusunlar. O biri mikrofonla, Hakim mənim, elə yerinizdə. Baş oxuyaq da, gəziş oranı gəziş.
anam yığılmır yollardan fikrim hayalım. Yığılmır yollardan fikrim hayalım. Gören ay balam bu çöllerde kimim var benim. Sazda keremiye koşulan simim. Sazda keremiye koşulan simim. Kamanda inleyen tarım var benim. Vay balam ay balam. Aman aman. Kesilir kapı. Ay kəsilib qapıdan gedib gələnin yox mətləb qananım qədir bilənim. Özgəni güldürən sözüm saybətim, özümü ağladan qəmim var mənim. Ayazınam dağdan abar el köçüp dağdan abar. Leyli Mecnun sorağında Leylisiz dağdan abar aman aman aman. Ah ay canıyan aman 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 aydan. Ah ay canıyan Yasemenler aşandan bülbül bala uçandan. Yasəmənlər açanda, bülbül bağa uçanda. Okuyandan nəğməmi xatırlayarsan məni. Oxuyanda nəğməmi xatırlayarsan məni. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Arzular çox ömür öz, sən olmayanda bir göz. Arzular çox ömür az, sən olmayanda bir yaz. Dolaşanda gülşəni, xatırlayarsan məni. Dolaşanda gülşəni, xatırlayarsan məni. Xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Ay xatırlayarsan, xatırlayarsan, xatırlayarsan məni. Aynı gece serin küley göçemen, dört yanımı
Sevirəm şəməndə gülü çiçeği, gələndə ilk bahar xatırla məni. Sevirəm çəməndə gülü çiçəyi, gələndə ilk bahar xatırla məni. Ey öpsün yanağını dağlar küləyi, Öpsün yanağını dağlar küləyi, sən də ey gözəl yar xatırla məni. sən də ey gözəl yar xatırla məni. Ay balam var yada sal məni, yada sal məni. Şirin xatirələrə xatırla məni. Bar yada sal məni, yada sal məni. Şirin xatirələrə xatırla məni. Karadı saçlar belidir ince, almadı yanak dudağı gönçe. Yerişin duruşun laf ürəyimcə, Yerişi duruşu laf ürəyincə, bu oğlanı necə sevməyim Allah, könlümü bəs necə verməyim Allah. bu gözəli necə sevməyim Allah, canımı bəs necə verməyim Allah. Sevilmək hər kəsin payına düşər, ömrün payızına, qışına düşər. Bu oğlan da mənim payıma düşər, bu oğlan da mənim payıma düşər. Bu oğlanı necə sevməyim Allah, qəlbimi bəs necə verməyim Allah. Bu gözəli necə sevməyim Allah, canımı bəs necə verməyim Allah. Könlüm intizarda değil, kalbim ahuzarda değil. Cənnət uzaqlarda deyil, cənnət uzaqlarda deyil. Qarabağ torpağındadır, Qarabağ torpağındadır. Azəri torpağındadır, Qarabağ torpağındadır. Yel biçimdeye güley, olasına toya gedey. Halan süfre halan çörek, halan süfre Süfrə hamal törək, Qarabağ torpağındadır, Qarabağ torpağındadır. Laçının torpağındadır, Qarabağ torpağındadır. Oyna gülüm oyna, oyna balam oyna, oyna gülüm oyna, oyna balam oyna, oyna gülüm oyna, oyna yarım sen oyna. Meyveli ballarım var, ne güzel sallarım var. Vətən səni ucaldır, igid oğullarım var. Mərd oğlu var, kızı var, Azərbaycanın. Ay parlayan ulduzlar var, öz elimin Azərbaycanın. Ay canım, aman.
oldu. Mən gözlədim, sən gəlmədin. Güzə küstü, ayda battı. Yuxusuna haramı qattı. Ürəyimi dərd oyatdı. Mən gözlədim, sən gəlmədin. Gecə küstü, ayda battı. Yuxusuna haramı qattı. Ürəyimi dərd oyatdı. Mən gözlədim, sən gəlmədin. Elə bildim yoxmuşam mən, ulduzlara baxmışam mən. Bu yollara yağmışam mən, gəlmədim. Göz yaşlarım dönüm sel, ürəyimə axdı yerə. Görən oldu, niyə belə gəlmədim? Ümidlərim mənim oldu, sevgim mənə benim oldu. Mənə qalan qəmim oldu, gəlmədim. Elə bildim yoxmuşam mən, ulduzlara baxmışam mən. Bu yollara yağmışam mən, gəlmədim. Göz yaşlarım dönüm sel, ürəyimə axdı yerə. Görən oldu, niyə belə gəlmədim? Ümidlərim mənim oldu, sevgim mənə benim oldu. Mənə qalan qəmim oldu, gəlmədim. Akşamlarım gözün əmli, bulaqlarım sözün əmli. Həsrətimin özün əmli. Mən gözlədim, sən gəlmədin. Güzə küstü, ayda battı. Yuxusuna haramı qattı. Ürəyimi dərd oyatdı. Mən gözlədim, sən gəlmədin. Gecə küstü, ayda battı. Yuxusuna haramı qattı. Ürəyimi dərd oyatdı. Mən gözlədim, sən gəlmədin. Elə bildim yoxmuşam mən,
ifa elədiniz. Mikrofonu söndürmüşsünüz yenə, əlim. Səsimiz gəlir? Hə. Bəlkə mikrofonu dəyişək təzədən. Hə, danışın Əli müəllim. Gözəl ifa elədiniz. Mənim ən çox söylədiyim ifa idi özü də. Çox sağ olun, Aha, var olun buyurun. Xuraman xanım. Tamaşaçıları da salamlayıram. Çox sağ olsunlar ki, bu mahnını məndən dəfələrlə istəyiblər. Bəli. Bir-iki dəfə bunu ifa eləmişəm. Buradan da salamlayırıq Qədir müəllim. Bu mahnı Qədir müəllim gözəl ifa Allah eləyib. can sağlığı versin. Biz nə qədər ifa eləsək, ondan gözəl ifa eləmək mümkün deyil. Amma bir də var, mahnını oxuyaraq yaşayırsan, bax o təqdimat var, o çox gözəldir. Bilirsiniz, mən bir çox mahnılara müraciət eləmişəm. Məsələn, Məmməd Bağır Bağırzadənin mahnılarına. İndi yeni studiyada yazılır o mahnı. Xeyirli Heç o olsun. mahnı heç kim oxumayıb. Heç kim də oxumur. Məmməd Bağır Bağırzadədən başqa, Allah onu qəni-qəni rəhmət eləsin. Ruh qarşısında baş əyiri, çox gözəl sənətkarımız Hansı olub. mahnısıdır? Deməyəcəm. Deməyəm. Götürüb oxuyarlar sonra. Bax onu düz dediniz. Anında da bir də görün Bir də oxuyurlar. gördünüz, razı oxudular. deyil. Onu Bizim indi proqramda oxuyarsınız. Mahnı aranjmandadır, təzə aranjman Aha. öyrətdirirəm. O köhnə zapis olduğuna Lap görə maraqlı gəldi mənə, çox Əli gözəl bir müəllim. mahnı olacaq. Sevgi üstündə bir mahnıdır. İnşallah bu yaxınlarda onu ifa eləyəcək. Nə gözəl, səbirsinə Aranjmandadır. gözləyirəm. Çox sağ olun, Xeyirli var olsun, olun, uğurlu var olsun. olun. Buyurun Əli müəllim. Gözəl ifanıza görə də sizə təşəkkür edirəm. Arada bir, Sərxan, neynirsən sən orada? Arada bir mən deyən akord. Eşq olsun Əli müəllim İzzət oğluya. Aha. Nə oldu? Bir orada deyirəm akord vur da. Yatımısan. Hə, mən bu gözəl xanımımızla istəyirəm. Mən bu gözəl mikrofonu, mən istəyirəm bu gözəl xanımla biraz söhbət edək. İlk efirimizdir. Bilsin necə də hər bir insanın bir həyat hekayəsi olur. Hansı sənətə gəlişi olur, olması fərq etməz. Bir həyat hekayəsi olur. Maraqlı gəlir hər bir insana. Məsələn, bizi izləyirlər. Mən üçün maraqlıdır. Necə oldu ki, Aygün xanım dedi ki, mən müğənni olmaq istəyirəm. Və bu yolda ona kim dəstək oldu? Çünki bəzən olur da, yersiz gəlib yerini narahat edənlər də var. Ay qız, neynirsən, oxu, get başqa sənət da. Məsələn, məncə oxumasan yaxşıdır. O qədər belə insanlar var. İnsana negativ enerji ötürürlər. Ona görə demək istəyirəm ki, Aygün xanım, bax, bugünkü gündə sizə kim dəstəkdir? Həyəcan varmı? Səhnəyə çıxanda hansı hissləri yaşadınız? Bəli, birinci səfərdə səhnəyə çıxıram. Həyəcan var. Var Siz həyəcan. sayarsınız, bəli. Aha. Bu sənətdə əslində özüm qərar verdim. Heç kim Ailənizdə varmı musiqiçi? Var. Demək olar ki, hamısı musiqiçidir. Prosto edən də Sadəcə? var. Bəli. Aha. Amma mənim bu musiqini seçməyim, bu sənəti seçməyimdə heç kim mənə, yəni ailəm tərəfindən dəstək olmayıb. Niyə? Əslində narazı olublar. Niyə? Nə bilim, Deyirlər narazı oxuma olublar. bala. Biz onları qınamıram. O qədər hamı bu saat oxuyan olub axı. Toxuyan olub, oxuyan. Hər kəs bilmirlər, hamı istəyir müğənni olsun. Artıq mən deyirəm o mikrofon zavodu var. Çox istəyirdim o mikrofon zavodu bağlansın. Çünki kimə baxırsan əlinə mikrofonu alıb oxuyur. Səsi oldu, olmadı. Ona görə onlar deyirlər oxuma. Bəli, Amma mənə inən belə deyəcəklər oxu. Mənə narazı idilər. Özümün fikirlərim oldu. Amma nə qədər öz fikrim olsa da belə, başda hakim müəllimə təşəkkür edirəm. Bir yerlim olaraq mənə çox dəstək oldu. Təşəkkürlər, Hakim hakim müəllim mənə ata oldu. Necə deyim, bir ailə üzvü kimi oldu. Ən başda Ailəlisiz? hakim müəllim çox sağ ol, Allah razı olsun. Aygün xanım, ailəlisiz? Biraz ailəm haqqında danışmaq Hə, istəyirəm. olar, olsun. Aha. Əsas o deyil. Əsas odur ki, Aha. bilmək istəyirəm görüm, məsələn, ailə üzvlərinizdən Şükürlər kənarda. olsun, şükürlər olsun. 2 evladım var, 2 əsgər böyüdürəm. Ay, maşallah. Evladımın gələcəyi üçün etmişəm bu sənəti. Peşman da deyiləm. Həm müəllimimdir, həm duet ortağımdır. Heç bir təmənnasız, heç nəsiz hakim müəllim mənim yanımdadır. Nə gözəl. Heç nə, yəni efir xatirə üçün və yaxud yanımdadır deyən demirəm. Allahıma and ola, hakim müəllim heç nəsiz məni hazırlayıb. Heç Bilsin nəsiz necədir? dəstək olub. Hakim müəllimin hardasa bir təxminən bildiyim qədər Aygün xanım 3 aydır. Bəli, bəli. Mütəmadi olaraq sizi fərdi hazırlayır da. Bəli, bəli, 3 Aha. aydır. Amma bilirsin necədir? O ürəkdən, içdən gələn yaxşılıq bugün insan nəyi əkirsə, onu da biçir. Yəni, bu elə bir dövrdə yaşayırıq ki, pislik eləyirsənsə, o pislik hansı yolla olub, ya sənə, ya evladlarına qaydacaq. Yaxşılığı eləyirsənsə, mükafatını Allah verir. Ona görə də hakim müəllim bu yaxşılığı eləyəndə təmənnasız ona görə eləyir ki, bilir ki, onun mükafatını Allah ona verəcək.
İnşallah verər. Yəni ona görə onu elə. Biz bu yaxşılıqdır, gözəl savab işdir. Bugün gələcəkdə əsas odur siz ona xəyanət eləməyin. Biraz tanınandan sonra bəzən olur deyirlər ki, hə, İnşallah. danış Hakim müəllim, bəlkə düz İnşallah demirəm. olmaz. İnşallah olmaz. Deməli Xuraman xanım, bizim bu yerlimiz, əmimizin qızı ilk bunu mən görəndə gördüm Aha. ki, həqiqətən çox gözəl səsi var. Aha. Hər şey öz qaydasındadır, əxlaqı, tərbiyəsi və əsas səsi. Əgər bunun səsi olmasaydı, Allahımıza and olsun, ümumiyyətlə mən heç buna nə dəstək olmazdım birinci. Birinci mənim ən çox tənqid elədiyim bugünkü efirlərdə bəzi mikrofon tutanlar var, siz dediniz. Ən yaralı yerim də onlardır. Oxuya bilmirlər, amma 7-8 minə toylara gedirlər. Hə, bu xanımı da 3 aydır ki, 0 nöqtədən hazırlayıram və bu gün şükürlər olsun ki, demək olar, toy mahnılarının 90% demək olar əzbərliyib və yavaş-yavaş səhnəyə belə qədəm qoyubsa 3 ayda yaxşı muğam səsi var. İnşallah bu muğamla da məşğul olacağıq. Yaxınlarda bir toyda Qarabağ şəstəsi hətta oxutmuşam. Öz yerindən də, yəni musiqiçilər bilir ki, lə köküdür. Xanımın səsi də var, zəngüləsi də var. İnşallah biz də bir yerlisi kimi, bir əmisi oğlu kimi hər zaman yanındayam və çalışdığımız qədər də ən əsas birinci gözəl səsi var. Əlbəttə, əsas odur. Orada əsas gözəl səsi var və Agim biraz həyəcanlı deyir, musiqiçilər var. Düzdür, nəsillərin hamısı çoxunda səs var, yaxın qohumu da var oxuyan. Amma indi özü şükür Allaha yavaş-yavaş başlayır. Uğurlar arzu edirəm Agim. Əsas odur Aygün. Xuraman xanım bir söz dedi bəyəklərim. Bir neçə mənim tələbə qızlar olub. Bu günləri onlar demir ki... Unudublar sizi. Demir, onu ağır bilirlər. Efirlərə çıxanlar da var ki, hakim bizi əlimizə tutub yeriməyi, oxumağı demirəm, yeriməyi belə öyrətdiklərim var. Yaxşı, belələri də var. Bu onlar xəyanət ediblər. Bu günləri oxuyan hamısına şamil eləmirəm. Xanımlar var, belələr də var. Amma onlardan olmaz. Çalış şeylə o halal olsun deyək, hər zaman halal olsun deyək inşallah. Heç vaxt. Hakim müəllim, mən həqiqətən ilk verilişimdə çıxıram. Yəqin ki, ilk verilişimdə demişəmsə, bu da tarixlərə yazılan bir şeydir. Heç vaxt mən çörək itirmərəm. Özdə Hakim müəllim canla başla şərt təmanla söhbəti deyil. Mənə bir ailə üzvüsü kimi yaxınlaşıb, namusu ilə, qeyrəti ilə. Təşəkkür, uğurlu olsun. İş birliyiniz uğurlu olsun. Bu arada bizim bir gözəl balamız var, ad günümüz var. Mənim bir Bazan ağım Yavərin nəvəsi İsra balamızın sabahlarım doğum günüdür. Nənəsi Aynurənin adından, anası Röyələnin adından, Tahirənin adından, Aysunun adından, dayısı Nicatın adından, Ömərin adından və elə öz adımızdan təbrik edirəm. Aygün, sən də tanıyırsan, yəqin ki, qoşularsan. Mən də təbrik edirəm, çox sevirəm balanı. Allah saxlasın, böyük qız olsun, atalan böyüsün. Mənim də bacımın nəvəsi Əli balanı təbrik edirəm. Atasının, anasının gözü aydın olsun ki, belə evladı var. Allah saxlasın, başatan olsun. Mən də təbrik edirəm. Anası İlahə, atası Müşfiq, gözəl Əli balamızı ürəkdən təbrik edirəm. Böyüsün elimizə, obamıza, valideynlərinə, doğmalarına, əzizlərinə, vətəninə, elinə, obasına layiqli bir evlad olsun. Valideynlərə baxsın, desin maşallah belə bir evlad böyütmüşəm. Bir daha təbrik edirəm. Üzr istəyirəm, xalasının bir yaddan çıxıb, onun da adını yazıblardı. İnci xalasının adından təbrik edirik. Ona görə küsməsin bizdən. İnci xalasının adından da təbrik edirik. Hamını qorusun. Sizinkini, hər kəsin evladı. Bəli, bütün evladları Allah qorusun. Əli müəllim, biraz da sizlə söhbət edək. Deməli, bayaqdan tamaşaçılarımız yazıblar. Əli müəllimə salamlar. Hakim müəllimə salamlayıram. Mən də hər kəsə təşəkkür edirəm. Sizə çoxlu salamlar var. Əli müəllim, Saratovdan Sahibə xanım sizin bir nömrəli fanatınızdır. Mən də Nə vaxt salamlayıram. proqramda olursunuz və tamaşaçımız Moskvadan yazıb ki, Xuraman xanım, mən bilirəm ki, o tamaşaçımızın adını bilmirəm, amma ömürgün yoldaşın adı Xuramandır. Necə də çox sevir. Hansı proqramda olsun, hətta Əli müəllim olmayanda da yazır ki, Xuraman xanım mahnısı olacaq, Xuraman mahnısı. Mən də bir dəfə baxdım ki, bizim Tağı müəllim Salihoğlu da eşitdi SMS-i. Dedi, mən oxuyacam Xuraman mahnısını. Amma o başqa Xuraman idi. Əli müəllim. İndi yenə Moskvadan yazıblar ki, həmin o ömürgün yoldaşını belə sadiq, sevən bir bəy yazıb. Adım bilməsəm də, amma bilirəm ki, Moskvadandır. Çox sağ olsun. Xuraman mahnısı olacaq Əli müəllim. Axır özü də. Olar, nə olmur ki? Xuraman mahnısında sizin üçün yazılıb o mahnı. Bax, onu deyil, xahiş edirəm. Hamı deyir. Zəmixara üstündə yazılıb o mahnı.
Abış Turxayoğlu yazıb musiqisi Birazdan və sözləri oxuyarsınız. Abış Turxayoğlu'nundur. Abur Surxayoğlu. İndi yəqin ki burada canlı ifalar olar, sonra Zəmin Xarədə onu oxuyarıq. Bəli. Canlı da Deməli, əzizlərimiz, əziz izləyicilərimiz, bu sabah proqramında Əlim demişdi ki, o bilmirəm də sənə aiddir yoxsa yox. Amma sonra dedi ki, yox, o mahnı məhz mənə Yox, yazılıb. Abış müəllim özü studiyada oldu və Hə. etiraf elədi ki, o mahnı sizin üçün yazılıb. Bəs niyə o vaxtı deməmişdi? Mən də Mənə sevinim. deməmişdi o mahnı. Deyir, Sizə də yazmışam da deməyim. xurama. Mənə deməmişdi. Yəqin o gözləyib ki, siz onu efirə dəvət eləyəsiniz, Hə. o məqamda açıqlanar. Ayol, elə də xoşbəxt oldum. Mən də sizə dedim ki, valla mən o suala cavab verə bilmərəm, ona görə onu Hə, Abış düzdür. müəllimin özündən soruşmaq lazımdır. Və özü də bu studiyada oldu. Özü etiraf elədi ki, bəli, sizin üçün yazılıb bu. Amma çox amma o anda siz oxuyandan sonra gözləyirdim, mənə deyəcəksiniz. Siz də demədiniz, biraz məyus oldum. Amma sonra Əbuş müəllim deyəndə çox xoşbəxt oldum ki, mənim üçün də mahnı Çox sağ olun, yazılarmış. Xurama xanım. Bu təbriklər olduğunu mən də təbrik eləyirəm. Böyük qız olsun, adı ilə yaşasın. Allah can sağlığı. Amin. Həyatda birinci növbədə insana can sağlığı Bəli. lazımdır. Və bizim can sağlığımız olanda, uşaqlarımız da sağlam böyüyəndə biz də sevinirik ki, uşaqlarımız xəstələnmir, uşaqlarımızın problemi yoxdur. Bəli. Allah heç bir Azərbaycanın hər bir yerində yaşayan uşaqlar heç bir yerdə problem yaşatmasın. Amin. Allah hamının köməyi olsun, biz də onun içində. Amin. Və mən də buradan biraz salamlarımı çatdırmaq Buyur, istəyirəm. buyur, Bizi Əli. yardımdan izləyirlər. Biz Aha. yardımdan Vərgədüz kəndindən bizi izləyirlər burada. Hakim qardaşım izləyir, siz də gözəl tanıyır. Sizin adaşınızdır. gözəl. İdmançıdır, dünya çempionudur Aha. karate üzrə. Özü də baş hakimdir. Dünənləri futbol komandaları onların utdular. Birincilik keçirirdi. Mən də təbrik eləyirəm Vərgədüz komandasını. Uğurlar arzulayıram onlara. Çox gözəl oyun keçdi. Mən də ona baxdım. Hamısını salamlayıram və bütün yardımları mən buradan salamlayıram. Bütün Azərbaycanın hər bir güşəsini salamlayıram. Gözəl. Kimin bu günləri ad günüdür, hamını təbrik eləyirəm. Uzun ömür və can sağlığı Ay, arzulayıram. təşəkkür Sağ olun. edirəm. Yeri gəlmişik, indidən deyim, bizim televiziyamızın baş direktoru, bizim dəyərlimiz, hər birimizin sevimlisi, yəni bizim üçün əziz olan gözəl xanım, televiziyamızın baş direktoru Aybəniz xanımın sabah doğum günüdür. Biz bütün kollektivimizin adından Aybəniz xanım səni ürəkdən təbrik edirəm. Can sağlığı, inşallah evladlarınızın toyunu görəsiniz. Çox ağıllı bağlarınız Amin, var. amin inşallah. Ali təhsil alırlar. Allah can sağlığı versin. Doğmalarımızın adından, bütün kollektivimizin adından o gözəl xanımımızı ürəkdən təbrik edirəm. Arzularınız hər zaman çin olsun. Biz sizi çox sevirik. Yeni yaşınız düşərli və uğurlu olsun deyirəm inşallah. Biz də qoşuluruq təbrikə. Aybəniz xanımı təbrik eləyirik. Uzun ömür və can Təşəkkür. sağlığı. Həyatda nə arzuları var, inşallah hamısı çin olsun Həyata arzuları. keçsin. Həyata Çox sağ keçsin olun. inşallah. Mən də Aybəniz xanımı təbrik edirəm. Həyatda nə qədər ürəyində arzuları varsa, Allah təala arzularına çatsın. Təbrik edirəm. Amin. Böyük qız olsun inşallah. Və mənim ömürgün yoldaşımın adı bayaq yadımdan çıxdı. Uşağı Evə buraxmayacaq hakim Gülnarə müəllim. xanımın da adından bizim Adı nədir? Gülnarə xanımın Gülnarə adından xanım, nə təbrik gözəl. eləyək İsra balamızı. Hal-hazırda bizi izləyir, sosial şəbəkələrdə də bizi izləyir. Deyirəm birdən məni evə buraxmaz. Onun da 100% evə buraxmayacaq. Qoy mən o Gülnarə xanımı, mənim bacımın adı Gülnarədir. Gülnarə xanımı ürəkdən salamlayıram, ona can sağlığı arzu edirəm. Həmişə bax belə sevilin və gözəl sənətkarlarımızın ifası ilə əmi qızı, əmi oğlum da gəlsin burada ifa eləsin. Buyurun, səhnə sizindir. Hə, bu arada bir xalq mahnısı oxuyaq. Balaca muğam oxuyaq, sonra xanımdan bir yerdə şu mahnılar oxuyacağıq inşallah. Bir sen idin ömrüm bezeyi, derdime davaya dağ çiçeğim. Bir sen idin ömrüm bezeyi, derdime derman dağ çiçeği. Kalbim
Sensiz gömlerim çağlar, gönlüm gözüm kaynar. Sensiz gömlerim çağlar, gönlüm gözüm kaynar. Bu halımı, ehvalımı bir bileydin yar. Bu halımı, ehvalımı bir bileydin yar. O feleğine nerede tasan, bu feleğine nerede tasan, şeşbeş veren zerin ola. Ortalığa be koyan sana parmağa serin ola. Söz yıkasam deme için, doyusasan köme için. Söz yıkasam deme için, dostasan köme için. Bu dünyanı ay balam yeme için. Ağlan huşun derin olan. Ay şuraya yal geyesen, yaman göze gelmeyesen, gelmeyesen. Ay şuraya al geyesen, yaman göze gelmeyesen. Bir diyene beş diyesen, arkanda bir nerede aman aman aman, aman aman, yar aman aman, can Zineme ay ömrüm, ay ömrüm. Sen eylerem, sana bir şey olsa, ah ben neylerem. Ay ömrüm, ay ömrüm, ne desen eylerem. Sana bir şey olsa, ah ben neylerem. Sen benim Tanrı'dan en şirin payımsan, seher güneşimsen, geceler ayımsan. Gözlerinde taptım bu sevginin bağı, yüreğime yazdın bir ömür rüyadın. Ay ömrüm, ne desen
Ya kızıldan bəxtim ola, nə qızıldan təxtim ola. Ya kızıldan bəxtim ola, ya kızıldan təxtim ola. Kaş o vaxtki vaxtım ola, kaş o vaxtki vaxtım ola. Öləm bunun, öləm bunun, öləm bunun dərdindən. Öləm Allah, sevəm Allah, öləm bunun dərdindən. Öləm bunun, öləm bunun, öləm bunun dərdindən. Öləm Allah, öləm Allah, öləm bunun dərdindən. Senden qəşəngi yoktu yoktu, senden güzeli yoktu yoktu. Səndən qəşəngi yoxdur, yoxdur. Səndən qəşəngi yoxdur, yoxdur. Dolanmışam dünyanı, aktarmışam her yanı. Dolanmışam dünyanı, Axtarmışam hər yanı. ay ömrümün ceyranı. Səndən qəşəngi yoxdur. Ay yurdumun ceyranı, səndən qəşəngi yoxdur. Senden qəşəngi yoktu yoktu, senden qəşəngi yoktu yoktu. Senden qəşəngi yoktu yoktu, senden qəşəngi yoktu. Qəşəngi yox. Ne güzelmiş ilk bahar, dodağında gülüş var. Düzülüp katar katar gülüm oy, durnalar göle geldi. Ne gözəlmiş iç bahar, dodağında gülüş var. Düzülüb qatar qatar gülüm oy, durnalar gölə gəldi. Durnalar gölə gəldi. İlk bahar görünce bülbüller güle geldi. Pervaneler ışığa, gönüller dile geldi. İç bahar görününcə könüllər dilə gəldi. Pərvanələr işığa, bülbüllər gülə gəldi. Ne güzelmiş ilk bahar, dodağında gülüş var. Düzülüm katar katar gülüm oy, durnalar göle geldi. Ne güzelmiş ilk bahar, dodağında gülüş var. Düzülüm katar katar gülüm oy, durnalar göle geldi. Durnalar göle geldi.
Güzlerin ağladır yar, bir cüt piyaledir yar. Derdimin dermanıdır, başıma beladır yar. Gözlerin ağladır yar, bir cüt piyaledir yar. Derdimin dermanıdır, başıma beladır yar. Gözlerini süzme yar, yüreğimi üzme yar. Senden yakın kimim var? Benden tez tez küsme yar. Gözlerini süzme yar, yüreğimi üzme yar. Senden yakın kimim var? Benden tez tez küsme yar, benden tez tez küsme yar. Gözlerini süzme yar, yüreğimi üzme yar. Sana yakın kimim var? Bana tez küsme yar. Gözlerini süzme yar, yüreğimi üzme yar. Sana yakın kimim var? Bana tez küsme yar. Gürlər, küsməzlər, küsməzlər. Məni bir sizinlə maraqlandırır, dostlar. Demək, bəzən olur ki, Aygün xanım, duet ortağısınızda. Hə, Əli müəllim? Duet ortağı olurlar, bir müddət oxuyurlar. Bir də gördün, Aygün xanıma başqa bir müğənni tərəfdən təklif gəlir. Mikrofonla zəhmət olmasa. Hə, Aygün xanım, demək, mənim üçün maraqlıdır. Bir təklif gəlir ki, Aygün xanım, istəyirəm sizinlə bir duet oxuyum. İndi mənə maraqlıdır. Siz oxuyacaqsınız ya yox? Hələ ki elə bir fikrim yoxdur. Hələ Nəyə görə ki. yeniyəm. Fikir verin ha, Amma hələ ki. Yəni ola bilər. Yox, duet ortağı olaraq demirəm. Yəni toylar olar ki, deyərlər Hakim müəllim ona mənə qadağan etməyib. Aha. Amma mən Hakim müəllimin yanındayam. Duet olaraq xeyr. Kimlənsə duet oxumağı düşünmürəm. Yəni heç fikrimdə olmayıb. Bəs tək necə oxumaq deyəsiniz bir müddətdən sonra Hakim müəllim elə hiss eləyir ki, ürəkdən deyirəm, bunları, hə? Ürəyinizdən Hakim müəllim. Hakim müəllim mənim yanından qovmayınca xeyr. Yox, qovmaq yox. Bir müddətdən sonra özünüz istəyəsiniz ki, artıq efirlərə çıxırsınız, tanınırsınız və tək oxumaq istəyəsiniz. Deyirsiniz ki, yox, elə həmişə Hakim müəllim sizinlə oxumayacağım ki, artıq istəyirəm tək oxuyum, tək tanınım. Yox, mən də verilişlərə, əgər indi bizi sevənlər var ki, verilişlərə dəvət eləyəcəksə, ilk Hakim müəllimlə çıxmışamsa, istəyərəm ki, hər zamanda Hakim, bəli, Hakim müəllimlə Bax, burada dediniz ha. Bəli, Hakim müəllimlə Bugün iyul ayının 31-idir. Hamı da bilir ki, deməli, 31-in axırıncı cüməsidir də. Bugün tarixə yazılır. Bunlar hamısı yazılır. Bacım nəvəsinin adı günü də elə bilinir o tarixdən. Bacım nəvəsinin adı əlində doğum günüdür. Bəli, bəli. Bugün tarixə yazılır. İndi əgər Allah möhlət versə, Allah ömür versə, bir 3-4 ildən sonra baxacam. İnşallah. Həmin o lenti mən göstərəcəm. İnşallah, inşallah. Əsas odur ki, həmişə sadiqlik olsun. Roman xanım, Hə, Əli müəllim. Fikriniz hardadır, Əli müəllim? mən özüm də heç qadağa qoymayacağam inşallah ki, gələcəkdə, hələ gələcəkdə. Qoymayacağam. Hə, ürək istəyər, yəqin yaxşı bir yerdən təklif olarsa, duet təbii ki, olar, tək solo ifa, məsələn, solo fəaliyyətə başlasa da olar. Əsas odur ki, ona baxım uğurları olsun, mən ona baxım sevinim qıraqdan. Bəli. Tələbəniz kimi. Əgər icazə versəniz, bizi yardımdan izləyirlər, qərib qardaşımız var. Məndən qardaş haqqında balaca bir muğam parçası istəyir. Bir hal-hazırda da elə sosial şəbəkələrdə izləyir. Bu arada bir iki kəlmə qardaş haqqında, ata haqqında bir-iki kəlmə Əli bəy də qoşula bilər. İstəsə qoşula bilər. Biz də salamlayırıq qərib qardaşımızı yardımdan. Eləcə də Allah təala qardaşların canını sağ eləsin. Amin. Siz o qəribə elə dediniz ki, elə dedim ki, qəriblikdədir, bizi izləyir. Yox, qardaşımızın adı qəribdir. Adı qəribdir, amma yardımlıdan izləyir. Eləcə də bütün qardaşlara Allah şan sağlığı versin. Valideynləri qorusun, atalarımızı, analarımızı, ölən atalarımıza da Allah rəhmət eləsin, dünyasını dəyişən atalara, analara can sağlığı versin. O arada anamı salamlayıram, anamın əllərindən öpürəm. Nə yaxşı ki varsan, bizim başımızın üstündəsən, Allah sənə ömür versin, mənim gözəl anam. Hakim müəllim, mən də sizin
anavızı təbrik etdiniz, mən də deyim. Mən də atamı can sağlığı, uzun ömür, Allah bütün ölənlərə rəhmət eləsin. Anam dünyasını dəyişsə də, Ay atam canım. həm ana əvəzi, həm ata əvəzidir mənim üçün. Qardaş deyəndə də qardaş mənim başqa bir sevirəm qardaşımı. Buradan qardaşımı da salamlayıram. Allah can sağlığı versin. Amin. Elə muğam olsun ki, ağlamayım. Bəli, Çox sağ olun, mən var də. olun və bizi Mamulğandan izləyirlər. Qəribov Eldar izləyir bizi. Bəlkə də Bunun da familiyası Qaribovdur. onun da familiyası Qəribovdur, bizi izləyir. Qəriblərə nə Və olub bugün? Rafael əmioğlu izləyir, salamlayıram. Hamısı Mamulğan kəndini salamlayıram. Ay aman aman ay, ay, aman aman. Her dastan yaradan yar dey bağlar. Her dastan yaradan yar dey bağlar. Mənim qələmimin qiyməti qardaş. Hər insan oğlunun arkası qəlbi. Her insan oğlunun arkası kalbi, namusum, gayretim, vicdanım kardeşim. Kardeş arkalansan gerek kardeşe Mehabbet yolunu vursunlar başa, vursunlar başa. Bu dünya durdukça firavan yaşar. Namusuyum gayretim vicdanım kardeş, vicdanım kardeş.
yaşayamaz. Evladımdan ana doymaz, ana doymaz. Ananın evəzi olmaz. Düz geldin eğme dünya, gel anama değme dünya. Bilirsen mi ata kimdir azizim? Bilirsen mi ata kimdir azizim? Sen onu atasız olandan sonra körpe yaşlarından boynunu büküp her şeye tam arzı kalandan sonra aman aman aman. Ya birinin daş paltar giyende taptığı tükeni helvet yiyende kimse atasını ata diyende gözleri bulutтай dolanlar aman ay 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 aman ay. Yakup oğlu bir gün ağlayan güler. Yakup oğlu bir gün ağlayan güler. Atasız büyüyen ay hakim göz yaşın siler. Atanın yerini kim verebilir? Sen onu yazma bana sonra. Lay lay balam ay lay, körpe kuzum ay lay. Lay lay bala lay lay, körpe kuzu lay lay. Lay lay bala lay lay, körpe kuzu lay lay. Cezaveler düzüm düzümdü, zulüm ay balamdı, zulüm. Akşam oldu kara gözlersiz, zulüm ay balamsız, zulüm lay lay. Lay lay, lay lay balam ay lay, körpe kuzum ay lay. Alay lay 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 balam ay lay, körpe kuzum ay lay.
Bəli, müəllim. Əyləşməyin, əyləşməyin. Hələ davam eləyəcəyik. Xanım, bu mahnının musiqisi və sözləri Abur Surxayoğlu'nundur. Ay, Buradan nə salamlayırıq Abış müəllimi. Yəqin ki, Təşəkkürlər. Gözəl mahnısını oxumuşam. Nakan Məhəbbətim adlı bir mahnısını oxumuşam Abış müəllimi. Mən də salamlayıram. Gözəl qardaşdır, gözəl də bəstəkardır. Təşəkkür. Abış müəllim gözəl insandır. Bəli, gözəl Hər şeydən insandır. əvvəl gözəl insandır və həmişə məsuliyyətlə yaraşır işinə. Bəli, Allah var eləsin. gözəldir. İnşallah görüşərik proqramda. Əyləşməyin. Əyləşməyin, əzizlərimiz. Əlbəttə ki, təşəkkürlərim də var. Sərxan Salamoğlu, sənə təşəkkürümü bildirirəm. Çox sağ ol, gözəl ifa etdin. Həqiqətən də zövq aldım ifalarından. İnşallah mütəmadi olaraq görüşərik gələn həftə. Və geyimə görə isə mənim dəyərli, heç vaxt dəyişmədiyim çox gözəl mağazamız var. Sarina mağazası. Sarina mağazamıza da təşəkkürümü bildirirəm və gözəl ifalarımızla gecəniz xeyrə qalsın dostlar. Buyurun. Hasretini yollarına sarayım ben, yine dayanlarım garip garip ben. Hasretini yollarına sarayım ben, yine dayanlarım garip garip ben. Oynarım yollara, yol uzun ömür kısa. Sen yarayıp gezip hey batarım ben yansam. Duman dağlar güzelim, ağlar ağlar güzelim. Gömerim ay gömerim, sana kurban gömerim. Yollarını hasretine derimen, dolanara boylarına cerimen. Hasretini yollarına serimen, boylanaram yollarına gerimen. Boylanaram yollara, yol yüzün ömür kısa. Seni yarayıp gezip, tapmayıp batar gaza. Duman dağlar gözeli, ağlar ağlar gözeli. Gömerim can gömerim, sana kurban gömerim. Duman dağlar gözeli, ağlar ağlar gözeli. Gömerim can gömerim, sana kurban gömerim. Aman yandı canım gel, güzel Huramanım gel. Başına men dolanım gel, nazlı Huramanım gel. Aman yandı canım gel, güzel Huramanım gel. Başına men dolanım gel, nazlı Huramanım gel. Ey dağlısam, aranlısam, millisem, muğanlısam. Soruştum dostamıştan, dediler şirvanlısın. Dağlısan, aranlısan, millisən, buğanlısan. Soruşdum dostanışdan, dediler şirvanlısan. Ay senem, ay senem. Dur oynayaq bir də mən. Ay senem, senem, senem. Dur oynayak bir dene. Ay sənəm, dur oynayaq bir də mən. Ay sənəm, dur oynayaq bir də mən. Ey belə gözəl görməmişəm gözəllərin içində. Təkcə səni sevmişəm gözəllərin içində. Belə gözəl görməmişəm gözəllərin içində. Təkcə səni sevmişəm gözəllərin içində.
Gel başına dolanım ay başımın belası. Ben seni çok sevirem ay lasınlı balası. Gel başına dolanım ay başımın belası. Ben seni çok sevirem ay yurdumun balası. Bir dünya güzeli çıktı meydana. Bağrımın başında buz oynattılar. Bir dünya gözəli çıxdı meydana, bağrımın başında buz oynatdılar. Əridim, töküldüm, əstim titrədi. Əridim, töküldüm, əstim titrədim. Elə bir başında buz oynatdılar, elə bir sinəmdə buz oynatdılar. Allah bu toyda bir güzel kız oynattılar. Çevirip başına buz oynattılar. Allah bu toyda bir gözəl qız oynatdılar. Çevirib başına buz oynatdılar. Başıma yırtıp kara şal gelir. Kanağı ise kara kal gelir. Seni değiller, seni değiller. Her yerde yay balam, seni değiller. Seni değiller, seni değiller. Her yerde yay güzel, seni değiller. Seni değiller, seni değiller, seni değiller, yar seni değiller, seni değiller, yar seni değiller, seni değiller, yar seni değiller. Arazi üstte bu düzse tello, kebap yanar köz üstte tello. Araz üstə, buz üstə tello, kebabı yanar, köz üstə tello. Koy beni öldürsünler atello. Qoy məni öldürsünlər tello, bir ala göz qız üstə tello, bir ala göz qız üstə tello. Aman tello, tello can tello, yarım tello, tello can tello. Menden küsüp nazlı nigarım danışmayır. Etibar salımı bir an soruşmayır. Menden küsüp nazlı nigarım danışmayır. Etibar salımı bir an soruşmayır. Dindirende sevilir nazlı nigarım. İnsafı gelmeyir benimle danışmayır. Dindirende sevilir nazlı nigarım. İnsaf gelmeyir benimle danışmayır. Menden küsüp nazlı nigarım danışmayır.